Həkim, mama, ginekoloq müayinəsi var. Özümə də gülməli gəlir təbii ki. Kişi cinsinə mənsubsuz, ancaq ginekoloq müayinəsində olmusunuz. Bəli, düz eşitdiniz. Necə? Ətraflı bizə müsahibim məlumat verəcək. Demək, mən MyGov tətbiqindən tez-tez istifadə edirəm, lakin orada həkim müraciətlərin bölməsi var. Həmin bölməyə mən yəni çox az nadir hallara daxil olurdum. Yəni daxil oldum baxmağa görə, baxdım ki, orada demək 2023-cü dekabr ayında həkim, mama, ginekoloq müayinəsi var. Özümə də gülməli gəlir təbii ki, necə ki siz görürsünüz. Nurəlli Bəyova Təranə Fərruh qızının güyaşi qəbulunda olmuşam. Yəni belə bir həkim nə mən tanımıram, nə həmin tarixdə elə bir yerdə qəbulda olmamışam. MyGov yəqin ki bu məlumatları təbii verir. Yəni necə olur ki belə bir xəta baş verir və ya bu sadəcə texniki bir xətadırmı, yoxsa başqa bir məsələdimi bilmirəm. Yəni düşünürəm ki, bunu yeyinti ola bilər bəlkə də, nə bilim, ola bilər ki, yeyinti olsun, sadəcə ad geçsin deyə yazılmış ola bilər. Yəni düşünürəm ki, bunun araşdırılmasına ehtiyacı var. Cüzi xəta deyil. Çünki mənim bir neçə tanışlarımda da belə bir demək xətalanmaq mümkünsə bunu var. Həyatım boyu heç vaxt Abşeron rayon mərkəzi xəstəxanasında olmamışam. Aqif deyə bir həkimi də tanımıram. Nə hikmətdirsə 2 dəfə ard-arda məni Abşeron rayon mərkəzi xəstəxanasında stomatoloq Aqif həkimin qəbuluna yazıblar. Axırıncı dəfə həkimə nə vaxt müraciət etmisiniz, xatırlayırsınız? 2021-ci ildə. Zəhmət olmasa MyGov tətbiqinə daxil olaq. Burada xidmətlərin bölməsi və oradan həkim müraciətlərinə. Burada qeyd olunub ki, axırıncı dəfə 2023-cü ildə infeksionistə qeyd olunub Zeynalova Aytən. Xeyr. Eyni zamanda 2 dəfə qeyd olunub və terapevt, infeksionist, kardioloq, bunların hər birini xatırlayırsınızmı? Hətta siz dediniz 2021-ci ildə olmuşam həkimdə, amma 2023-cü il qeyd olunub. Ümumiyyətlə onların heç birini müraciət eləməmişəm heç xəstəxanalara. Hətta daxil olaq, burada sizə diaqnoz da qoyulub. Diaqnozda isə qeyd olunur ki, ağırlaşmaz keçən su çiçəyi, doğrudumu? Xeyr. Burada qeyd olunub ki, siz axırıncı dəfə travmatoloqda olmusunuz. Qeyd elədiniz ki, siz artıq 2 il öncə olmusunuz həkimdə, amma 2026-cı il göstərir, doğrudumu? Çünki olmamışam yəni. Bəs burada Şəbnəm xanım qeyd olunub, terapevt, kardioloq. Sən daxil olsa. Xeyr, bunda olmamışam. 142 AZN ödəniş. Xeyr, ümumiyyətcə Suraxanda ümumiyyətcə olmamışam o xəstəxanada. Hətta sizə diaqnoz da qoyulub. Qeyd olunub ki, diaqnozlar da kifayət qədərdir. Yəni xatırlayırsınızmı? Xeyr. Məbləğdən də xəbəriniz yox idi. Yoxdur. Sizdə göstərir ki, 25 AZN tutulub. Xeyr, mən olmamışam vaxt xəstəxanada. Terapevtdə olmamısınız. Xeyr. Burada xidmətlər bölməsindən sonra isə sağlamlıq bölməsinə daxil olarsınız zəhmət olmasa. Xidmətlər, Burada sağlamlıq. İndi isə həkim müraciətləri. Baxın görün, ən son bu həkimlərdə olmusunuz, bu həkimlərdə. Heç bu həkimləri tanımıram mən. Olmamısınız yəni. Yox. Həkimlər məni düşünürmüş, mənim xəbərim yox imiş. Daxil olaq baxaq, ödəniş nə qədər oldu sizdə? Nə qədər göstərir? Bu sıfırdır, tutaq ki, bu 25 azin, 25 AZN. bu 43 azin. Məkan ara yazılıb. Məkan qeydiyyatda olduğum yazılıb, Saatlı rayon mərkəzi xəstəxanası. Amma mən ora getməmişəm. Məsələ ilə əlaqədar təbbə sorğu ünvanladıq. Qurumdan bildirilir ki, əvvəlki dövrlərə aid diaqnoz, tibbi qeyd və göndərişlərlə bağlı yarana biləcək uyğunsuzluqların araşdırılması məqsədi ilə təbib tərəfindən nəzarət tədbirləri gücləndirilib. Daxil olan müraciətlər hər bir hal üzrə fərdi qaydada araşdırılır, məlumatların mənbəyi və yaranma səbəbləri müəyyən edilir, zərurət olduqda aidiyyatı tibb müəssisələri və məsul şəxslər tərəfindən əlavə yoxlamalar aparılır. Qeyd edilən hallar davamlı və kütləvi şəkildə deyil, əsasən texniki səbəblərdən nadir hallarda baş verir. Bu hallar baş verdikdə isə dərhal zəruri addımlar atılır və analoji halların təkrarlanmamasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür.